Salam değerli əziz izləyicilərimiz. Bu günləri Binə qəsəbəsində sağa gedən yol deyilən ərazidə sizin üçün asfaltın üzərində demək olar ki, asfaltla evin arası 5 metr 4 sotda 2 mərtəbəli 6 otaqlı evin təqdimatına gəlmişik. Değerli dostlar, evimiz özünə məxsus yaşayışlı evdir. Öz proyekti ilə tikilən evdir. 4 sotdadır. Qazımız, işığımız, suyumuz da daimdir. Suyun da sayğacı görsünüz də, yəni qoyulub bura. Bu da bir əlavə bir xırda otaqdır. Yəni evimiz balkonlu, mansard tiplidir. Evin ətraflı çəkilişini sizin üçün göstərim. Evimizin sağı, soluna, arkasına keçmək rahatdır. Qiymət videonun sonunda deyiləcək dostlar. Sizdən xahişim, videonu sonacan izləyin ki, videonun sonunda deyilir qiymət. Onun üçün videonun sonunda deyirik ki, evə tam ətraflı məlumatları, həm evə baxasınız videosuna, həm də ki, məlumatları dinləyəsiniz. Məlumatda əlavə nə sualınız olarsa verə bilərsiniz dostlar. Gördüğünüz kimi qəşəngdir. Keçirik evin içərisindən sizi tanış edeyim. Ətraf yaşayışdır. Mərkəzi asfalt yola, belə deyim də 10 dəqiqə piyadadır. Marşrut da avtobusda. Tam qapısından keçir. Girişdə belə bir istipoldur dostlar. Bura istipoldur. Yəni aynabənd deyək də, aynabənddir bura. Girişdə bir dənə belə bir holumuz var. Burada da istipoldur dostlar. Burada girişdə sağ tərəfdə bizim ayaq yolumuzdur. Hamam, tuvalet ayrı-ayrılıqdadır. Burada da bizim kombimizdir. Stipolun sxeması, hər bir şey bura yığılıbdır. Keçən indi. Burada bizim hamamımızdır. Dostlar, hamamımız da qəşəng genişdir. Burada bir yataq otağıdır. Bu ikinci yataq otağımızdır. Burada bizim belə bir balaca holumuzdur, amma oturmaq kimi istifadə edirlər. Stol, kreslo qoyulubdur. Burada bizim mətbəx otaq studiyalı, yəni qəşəng geniş mətbəx otaqlı studiyalıdır. Təbii ki, mətbəx mebeli qalacaq. Yəni çox əşya qalacaq dəyərli dostlar. Keçən indi yuxarı mərtəbə ilə sizi tanış edeyim. Yuxarı mərtəbə mansarımızdır. Qalxırıq ikinci mərtəbəyə. Evin gəlisi bu proyekti Rusetdən gətiribdir. Bu proyekt xoşuna gəldiyi üçün tikib. Girişdə belə qalxdığımızda belə koridorumuzdur. Burada bizim geniş bir dənə otağımızdır. Qonaq otağı kimi. Bu otaqdan da balkona belə bir çıxışdır qəşəng. Balkonumuz da qəşəng keçədir, genişdir. Ətraf yaşayışdır. Keçir indi. Burada ünvan yeri nəzərdə tutulubdur. Burada bir dənə belə bir holdur. Oturmaq mümkündür. Belə bir balaca əldamı kimi. Burada da bir dənə bir yataq otağı geniş. Değerli dostlar, evimizin qiyməti 95.000 manata deyilir. İnşallah gəldinizdə real alıcı ilə danışıb razılaşma olur. Allah alanı satanda xeyir versin. Sağ olun, var olun.